Hamıya salam dostlar, necəsiz? Bugün biz 1 manata dönər alacağıq. Baxaq görək dadı necədir. Bugün Vaqifsiz çəkirik. Vaqif yoxdur. Vaqifimiz bizi qırdı. Ona görə eyb yox, gələn videoda onun yerinə şapatlayarıq Vaqifi. Vaqifimizi tapmışıq. Elə ki videoya gəlməmişdi bəzi problemlərə görə. İndi baba o videonun acığını çıxıram. Nöş gəlməmiş nə? Nöş gəlməmiş nə? Nöş gəlməmiş nə? Tula. Oh. Hə, bu da bizim videomuzun baş sponsorudur. Baxın, uzanıbdır. Hə dostlar, indi gedirik 1 manatlıq dönərin dadına baxmaq. Getdik. Hə dostlar, gedirik 1 manatlıq dönər almağa kilə. Hə dostlar, 1 manatlıq dönər aldıq. Baxın, gedirik indi yeməyə. Dostlar baxın, bir tam pişiydi. Ala. Ala. Hə dostlar, deməli biz 1 manatlıq dönərimizi aldıq. Və indi dada baxacağıq. Görək 1 manata dəyər. Ay belə dostlar, belə pis çıxmasın. Bu dövrdə də 1 manatlıq dönər tapmaq çətin bir şeydir. İndi bunun içinə baxaq da biz. Oy, ətdən normal. Hər şey əla. İndi bir dənə dad testinə baxaq görək. Hə dostlar, baxırıq bunun dadı necədir. Göz haqqınızı alın dostlar. Abunə olmağı unutmayın. Kameraman, al dadına bax, bunun dadına baxsan. Kameramanın gözünə hə dostlar, deməli biz 1 manatlıq dönərimizin dadına baxdıq. Vallahi çox möhtəşəm. Belə möhtəşəm demək qaqa. 1 manada belə azsızsa bu dönərdən ala bilərsiniz. Məşrəbli dönər gedir adı. Əti saat da möhtəşəmdir valla. Valla dadı möhtəşəmdir. Əla da bir sözdür. Dostlar, bizim kameramanımız da dedi ki, belə tam səmimi fikri kameramanımızın dönəri də öz dadına baxdı. Deyir ki, yaxşıdır 1 manata. Amma prosto keyfiyyətsizdir də. Əgər istəsiniz biz belə 1 manatlıq dönərlə əsl normal 2 manat 50 qəpiklik dönəri ya da 3 manatlı bəzi yerlərdə bilmirəm. Dönəri qarşılaşdıra bilərik. Dostlar, indi mən bunu yiyib qutarmışam ki, 10 üzərindən xal 1 manata görə 10 üzərindən xalım buna 7-dir, belə valla doyuzdurucudur. 1 manat üçün çox keyfiyyətlidir. Kameraman sən nə qədər? Kameraman da yedi 1 manatlıq dönərini. Sən nə qədər xal versən 10 üzərindən. Biz YouTube'a çox həvəsliyik. İnşallah hesabımız qalxar, hər şey yaxşı olar. Belə video fikri varsa ağlınızda yorumlara yaza bilərsiniz. Hamınızı sevirik, hamınızı öpürük. Cansız dostlar, abunə olmağı da unutmayın.